Baş məşqçimiz Fərid Azadə tərəfindən 2018-ci ildə bu komandaya dəvət edildim və burada gənc yaşlarından, daha doğrusu uşaq yaşlarından bu idmanla daha professional şəkildə məşğul olmağa başladım. İdmançının fiziki, taktiki hazırlığı, yəni yaxşı olduğu səviyyədə psixoloji hazırlıq da yaxşı olmalıdır. Artıq belə deyirdim ki, idmançının psixoloji hazırlığı yaxşı olduqda, həyəcanlı olsa belə, bəzi problemləri olsa belə, o problemləri qırağa qoyub yarışa daha yaxşı köklənməyə bacarır və artıq bəzi momentlər də olur ki, xalda geri olduqda və yaxud da hakim məsəl üçün nəsə cərimə verdikdə, belə şeylər olduqda artıq idmançı psixoloji olaraq düşmür, daha da özünü yüksək səviyyədə aparır və yarışa daha çox köklənir. Sabir Zaynalov from Azerbaijan, 19 years of age, and he represents high quality taekwondo as well. Really fantastic performance in his semi-final against Ozcan. Went down 23 points to 18 after beating Tanaka early on. Everything today has been a close run for Zaynalov for a few more seconds, and the embrace to say thanks for the contest, but the bronze medal goes to Sabir Zaynalov of Azerbaijan. He spot on the podium all the way through. I think he's trying to give that dedication that we mentioned. He wants his coach to come round with him as well, because Sabir Zaynalov knows this was a journey completed. We mentioned his teammates. This is one of the reasons when you're from a top-class team that you get to fly your nation's flag here at the Paralympic Games. Mən buradan fiziki məhdudiyyətli olan dostlarımıza səslənmək istəyərdim ki, yəni bizim heç bir insandan fərqimiz yoxdur. Ailə dəstəyi olduqdan sonra hər bir fiziki məhdudiyyətli olan insan qarşısına qoyduğu məqsədi rahat bir şəkildə əldə etməyi bacaracaq. Jiletlər çıxardırsınız, qoluzlar çıxardırsınız.